Elhamdülillah və salatu və selamu alə Rasulillah. Elhamdülillah, Allah Subhanahu taala öz şəriətində qulları üçün müəyyən ibadətlər təyin edir. Bu ibadətlərin hamısı iki yerə bölünür. Müəyyən vaxt zamanlarda olan və müəyyən vaxt zamanlarda olmayan. Heç bir insanın ibadətlərin hamısını eləməyə gücü çatmır. Ona görə ibadətlər növbə-növdür. Ki Allah Subhanahu taala qulları üçün eləyib ki, hətta gücü çatmayanlar belə o ibadətlərdən eləsin. Və elə ibadətlər də var ki, istəsən diləyənməzsən. Çünki o vaxt gəlib çatmalıdır. Məsələn, sən indi Ramazan orucunu tutanməzsən, həcc eləyənməzsən, o vaxtda çatmalısın. Və yaxud da məkan. Məsələn, Arafada olan ibadəti sən Arafada eləyə bilərsən, həccin ibadətlərini. O məkanda eləyə bilərsən. Həmçində zikirlər də belədir, zikir ibadətləri. Zikir ibadətləri yenə iki növdür. Var müəyyən vaxtlarda, məsələn, səhər axşam zikirləri və namazdan sonra. Var müəyyən vaxtlarda olmayan, nə vaxt istəyirsən eləyə bilərsən. Məsələn, Subhanallah, bihamdi, Subhanallah lazım. Və yaxud da istiğfar. Onu istədiyin vaxt eləyə bilərsən. Yaxud da namazlardan var. Görsən, namazın müəyyən vaxtları var. Fərz namazları. Amma var, məsələn, istixara namazı. O istixara namazına vaxt deyilsən. Müəyyən bir vaxtı yoxdur. Sən iş görmək istəyən deyirsən. Hətta bəzi alimlər deyib ki, ikrah vaxtı da olsa, məsələn, qıla bilərsən namazı. 2 rükət namaz qılıb istixara eləyə bilərsən. Və zikirlər də belədir. Və zikirlərin də öz vaxtları var. Və ən yaxşı edilən zikrin vaxtı da səhər çağıdır. Çünki səhər çağı, baxırsan ki, orada səhərdə olan bəzi zikirlər var, səhər zikirlərinin içində, axşamda o yoxdur. Məsələn, orada elm istəmək var, rozu istəmək var və başqa şeylər var. Və onların fəzilətləri baxsan ki, axşamda olan zikirlərdən üstündür. Həmçində səhər, necə Peyğəmbər s.ə.v deyib, ümmətimə deyil, bərəkət paylanır. Və o zikirlərdən də biri, istəyirəm ondan danışaq. Subhanallah və bihamdi, adədə xalqihi, və rədə nəfsihi, və zinətə arşi və midədə kəliməti. Bu əzəmətli bir zikirdir. Bu zikiri əgər qul başa düşərək eləyərsə, doğrudan burada əzəmətli görər ki, mənalar var. Və bu zikir, necə bilir ki, zikirlərin hər biri də hədislərdə gəlib. Peyğəmbər s.ə.v birbaşa deyib hədislərdə. Və gələn zikirləri də heç bir halda dəyişmək olmaz başqa sözlərin. Peyğəmbər s.ə.v necə deyibsə, o cür demək lazımdır zikirləri. Hədisin mənasını çatdıra bilərsən. Məsələn, kiməsə başa salmazsın. Amma zikri necə gəlibsə elə eləməlisən. Ona görə də o dəqiqlikdə olan zikirləri, mənalarını bilmək lazımdır. Ki, hətta insanın... Çünki zikirlərdə məqsəd nədir? Allah Subhanahu yaxınlaşmaq. Allah Subhanahu qullarına o zikirləri ona görə qoyub ki, ona daha da yaxın olsunlar. O zikirləri eləməklə. Çünki insanın fərzləri eləməyi, onun dərəcəsini qalxmanı deyirsən, kifayət eləmir. İnsan əlavə ibadətlər eləməlidir. Niyə görə? Çünki naqislikləri aradan qaldırsın deyə, fərzlərdə olan naqislikləri. Çünki namaz necə ki, insandan birinci soruşulacaq, əgər fərzlər yerində deyilsə, nafilərə baxılacaq. Orada deyiləcək ki, qulumun nafilələri varmı? Həmçində bütün ibadətlər. Yerdə qalan bütün vacib ibadətlərdə, əgər naqislik varsa, digər ibadətlərlə onlar tamamlanacaq. Və burada da bu zikirlərdə, ən birinci görsən, bu zikirdə birinci başlayır Subhanallahi və bihamdi. Nə deməkdir Subhanallah? Subhanallah deyəndə quldur ki, Allah pak və müqəddəsdir. Mənası budur. Yəni, səbbəhə yüsəbbihu feilindəndir. Yəni, təsbih edirəm. Əslində, Subhanə sözü isimdir. Allah pak və müqəddəsdir. Sadəcə bu ismin təqdirində bir feil var. Yəni, mən deyirəm ki, sanki sən belə deyirsən. Mən deyirəm ki, Allah pak və müqəddəsdir. Yəni, təsbih etməyin mənası odur ki, yəni mən Allahı bütün naqis sifətlərdən uzaqlaşdıram. Onun pak və müqəddəs olduğunu iqrar edirəm. Və bu təsbih də Quran-ı Kərimdə bir neçə yerdə gəlib. Allah Subhanahu taala birinci özünü bütün naqis sifətlərdən uzaqlaşdırır. Necə ki, Bəqərə surəsində gəlir, və qalu ittəxəzəllahu vələdə deyir. Onlar dedilər ki, Allah övlad götürüb. Allah Subhanahu taala onlara cavabında deyir ki, Subhanahu. Əksinə deyir, o pak və müqəddəsdir. Bəlləhu mə fis-səmavati vəl-ard kullun lehu qanitun. Əksinə deyir, göylərdə və yerdə nə varsa Allaha məxsusdur. Yəni, Allaha boyun əyirlər. Sonra həmçinin Peyğəmbərləri də Allah Subhanahu görsən, təsbih edirlər. Ən məşhur, məsələn, zikirlərdən Yunus aleyhissalam görsən, balığın qarnında olanda nə dedi? Lə iləhə illə ənt subhanək. Görsən, Allah Subhanahu birinci tövhidlə yaxınlaşdı. Deyir ki, səndən başqa haqq məbud yoxdur. Birinci Allahı təriflədi. İkinci də bütün naqis sifətlərdən uzaqlaşdırdı. Dedi ki, sən pak müqəddəssən, sonra nə deyir? İnni kuntu minəz-zalimin. Yəni ki, tövbə edirəm. Mən zalimlardan oldum. Və alimlər deyir ki, görürsən, Subhanallah. Yunus aleyhissalam
Baxmayaraq ki, peyğəmbər idi. Allah Subhanahu ona imtahan göndərdi. Balinanı utdu, necə bilirsiniz, məşhur hadisədə və onu dənizin dibinə apardı. Və orada da deyir, 3 dənə zülmət cəm olmuşdu. Gecənin zülməti, dənizin dərinliyinin zülməti və balinanın qarnındakı olan zülmət. Və orada Allaha səsləndi. Allah Subhanahu onun duasını eşitdi. Və ona görə də görürsən, bəsit kəlmələrlə sən Allaha dua eləyəndə əsas nədir orada? Allahın səni eşitməsi, ixlas. Amma görürsən, Peyğəmbər s.ə.v Əbu Hüreyrə hədisində nə deyir? Bir nəfər əlini göyə qaldırıb, nə deyir? Ya Rab, ya Rab. Peyğəmbər s.ə.v deyir ki, onun duası necə qəbul olsun? Yediyi haram, içdiyi haram, giydiyi haram. Amma orada nə edirdi? O dua edirdi, o istiğfar eləmirdi. Məsələn, fərq var. İstiğfarla duada fərq var. Amma istiğfar eləsəydi, bəlkə də Allah onun günahlarını bağışlayıb duasını qəbul eləyərdi. Ona görə qul çox vaxt bunu unudur. Deyir, mən illər dua eləyirəm, mən Allah duamı qəbul eləmir. Sən istiğfar eləmirsən. Sənin mani var, dualar var. Birinci, sən etiraf eləməlisən. Nəyə etiraf eləməlisən? Allahın təkriyini səmimi qəlbdən qəbul elədiyinə. Çünki möminin qəlbinə də şirk düşə bilər. Şirkin necə bilir, neçə növü var. Niyə görə Allah Subhanahu deyir ki, əgər qulum dünya dolusu günahla gəlsə, onu bağışlayın, bir dənə şirk qoşmasın. Deməli, ağır məsələdir bu. Bəsit bir şey deyil. Şirkin nə qədər növləri var? Sevgidə şirk var, itaətdə şirk var. Sən riya eləyə bilərsən. Riya özü də şirkdir. Özünü kiməsə göstərmək. O özü də şirkdir. O qəlbi islah etdikdən sonra sən istiğfar eləsən, ondan sonra dua eləsən. Sonra Yunus Aleyhisselam bizə Allahın təşkirini qəbul elədi. Deyir, la ilə illəndi. Sonra nə deyir? Subhanek. Sən paç müqəddəsən. Yəni, başıma gəldi bu müsibətdə, sən paç müqəddəsən. Sən mənə zülm eləmirsən. İnni kuntu minəzim. Mən zalimlərdən oldum. Mən özümə zülm elədim. Necə alimlədir ki, zülm də zülmətdir. O zülmətlərdən də çıxmağın yolu istiğfardır. Yəni, şəriətin bizə qoyduğu yoldur. Ondan sonra da həmçinin mələkləri də Allah Subhanahu tənzih ediblər, təsbih ediblər. Necə Adəm əleyhissalamın Allah Subhanahu yaradanda, necə bilirsiniz, Bəqərə surəsində onlara deyəndə ki, mələklərə bunların adlarını deyin, Adəmə öyrətdiyimiz əşyaların adlarını deyin, əgər bilirsinizsə, onlar dedi ki, mələklər, Subhanəkə la ilmə lənə. Bizdə deyir, elm yoxdur, sən baş müqəddəssən. Mələklər də Allah Subhanahu təsbih edirlər. Və həmçinin yerlərdə, göylərdə nə varsa, hər bir şey Allah təsbih edir. Necə ayədə gəlir, Tusabbihu ləhus səmavatu səbə vəl-ardu və mən fihinnə və in min şeyin illə yusabbihu bihamdihi. Deyir, göylərdə 7 qat göy və yer və onların arasında olanlar. Yəni, hər bir şey. Allahı təsbih edir. Özdə necə deyir? Necə ki, bizim indi keçəcəyimiz o zikirdəki kimi. Subhanallahi və bihamdi. Adı da xalqasına bihamdi deyir. Burada da elə deyir. Deyir ki, onlar Allahı həmd edərək təsbih edirlər. Və alimlər deyir ki, burada məna oldu ki, sən necə deyə bilərsən, kafir təsbih edir, kafir Allahı təsbih etmir. 2 cür təsbih. Bir var şəriətdə buyurulan, yəni möminin qəbul edib dili ilə etdiyi, bir də bizim dərk etmədiyimiz, onlar halları ilə. Yəni, Allahın onlara yazdığı kövünü qədəri yerinə yetirməkdir. Onlar istəsələr də, istəməsələr də Allah təsbih edirlər. Yəni, özlərinin xəbər olmadan. Necə ki, heyvanlar, hədislər gəlib ki, heyvanlar belə Allahı zikr edirlər. Sonra ayənin davamında deyir ki, وَلَكِنْ لَا تَفْقَهُونَ تَسْبِحَهُمْ. Ona görə Allah deyir ki, siz onların Allahı təsbih etməsini başa düşməzsiniz. Ona görə ikinci təsbih növü də yəni odur. Onu biz dərk edə bilmirik. Və həmçinin də möminlər də Allahı təsbih edirlər. Necə ki, zikirlərdə Peyğəmbər s.ə.v-in buyurduğu kimi. Və təsbih etməyin də mənasını bildiyi nədir və bir çox yerlərdə gəlib Allahı təsbih etmək, Subhanallah demək. Həmçinin Allah əmr edib möminlərə ki, gecə gündüz Allahı təsbih edin. Necə ayədə gəlir, və Subhanallah hinə tumsuna və hinə tusbuhun. Deyir, gecəyə çatdığınızda və səhərə çatdığınızda Allahı təsbih edin. Hələ görsən, bu zikrin birinci tərəfidir. Subhanallah deməkdir. Və o neçə deyən yerdə gəlib, Subhanallah demək, gecə səhər axşam demək, namazın içində, görsən, rükuda, səcdədə deyirsən. Hətta ümumi zikirlərdə də var, Subhanallah və bihamdi, Subhanallah lazım. Və dəhşətli bir hadisə baş verəndə deyirsən. Və yaxud da yüksək bir yerə qalxanda deyirsən, səfərdə, Subhanallah deyirsən. Və ya minniyə minəndə deyirsən. Və bir çox yerdə. Həmçinin səndə gələn pis zənnini aradan qaldırmaq üçün, məsələn, Allah haqqında pis zənn edirsən, qəlbimə nəsə gəlib. Allahı ilə təsbih edirsən, o gedir aradan. Allahı təsbih edirsən onu. Və həmçinin də hər məclisin sonunda Allahı təsbih edirsən, o məclisdən qalxanda.
Allah kəlməsi isə, görsən burada deyirsən, Subhanallah. Birinci Subhana sözünü bildik. Yəni ki, Allahı naqis sifətlərdən uzaqlaşdırmaq. Və Allah kəlməsi isə, Allah kəlməsi əlifləm və ilah sözündən düzəldir ərəb dilində. Əlifləm artikeldir, yəni müəyyənliyi bildirir. İlah sözü də bildiyimizdir, məbud. Yəni o sözdən düzəlib və bütün adlar da ona qayıdır. Allah kəlməsinə qayıdır. Görsən, sən istər-istəməz deyəndə deyirsən ki, Rəhmən, Rahim, Qafur, Qaffar, Alim, Allahın adlarını sayırsan, Vahhab, deyirsən ki, bu Allahın adlarındadır. Sən istər-istəməz deyirsən. Bu adların hamısı Allahın adına qayıdır və bütün adlar da ona izafə olunur. Və sonra zikrin ikinci tərəfi deyirsən ki, bihəmdihi. Yaxşı deyirsən, Subhanallahi və bihəmdihi. Nə deməkdir? Onu həmd edərək. Mən deyirəm ki, yəni Allah başı müqəddəsdir və ona həmd edərək. Yəni ki, Allahı bütün naqis sifətlərdən uzaqlaşdırıram, ona layiq olmayan sifətlərdən uzaqlaşdırıram və həmdin mütləq olaraq onun haqqı olduğunu etiraf edirəm. Bunu demək istəyirsən. Subhanallahi və bihamdi. Sonra deyirsən, adədə xalqihi, yaratdıqlarının sayı qədər. Bu nə deməkdir? Yəni ki, bütün insanlar və cinlər, bütün məxluqatlar. Qısaca desək, Allahdan başqa hər bir şey. Allahdan başqa hər bir şey qədər Allahı təsbih edirəm. Sən bunu demək istəyirsən. Yaxşı, bunu deyəndə sənin qəsdin nədir? Çünki sayını çoxaldırsansa, deməli, əcri də çox istəyirsən. Yəni, o qədər mən səndən savab istəyirəm Allah'a. Mən sənə bu qədər deyə bilmirəm. Sənə məxluqatı saya bilmərəm. Amma sanki o qədər deyirəm. Və Allahdan o qədər savab istəyirsən sən. Mənası budur. Və rıda nəfsihi, yəni Allahın razılığı ilə, özünün razılığı ilə, yəni ki, mən Allahı təsbih edirəm, həmd edirəm ona ki, yəni Allah da məndən razı qalsın. Necə ki, Allah məndən razıdır bu şey deməyimlə və Allah da məndən bu etdiyim zikirlərə görə məndən razı qalsın. Sonra deyirsən, zinətə arşi. Birinci ümumi dedin, məxluqatlarından danışdın. Dedin ki, məxluqatların sayı qədər, sonra ayırdın. Dedin, zinətə arşi. Ərş də ən böyük məxluqdur. Görsən, necə əzəmətli zikirdir. Birinci ümumi gəldi. Bütün məxluqatın sayı qədər Allahı təsbih edirəm. Sonra ərşinin əzəməti qədər. Yəni, ərşin böyüklüyü qədər. Yaxşı, ərşin böyüklüyü necə bilərik? Necə İbn Abbas deyir, radiyallahu anh, ki, ərşin böyüklüyü, ərşdən qabaq kürsüdür. Kürsünün böyüklüyü deyir, dünya ilə kürsünün misalı, sanki deyir, bir halqadır, səhraya atmısan. O halqa deyir, dünyadır. Səhra isə kürsüdür. Amma kürsü ilə deyir, ərşin misalı isə, sanki deyir, yenə bir halqa atmısan, o halqa kürsüdür, bütün səhra isə ərşdir. Yəni, böyüklüyünü heç kim təsəvvür edə bilməz. Allahın yaratdığı ən böyük məxluqdur. Yaxşı, mənası nədir? Ərş ona deyilir ki, yəni padşahın, sultanın oturduğu yerdir. Necə saraylarda başda olur. Kürsü isə ayaq qoyulan yeri deyilir. Amma necəliyini biz bilmirik. Yəni, bunu deyəndə biz oxşadmırıq onu ki, yəni belədir. Allah yaratdı, Allah bilir necə. Sadəcə mənası, tərcüməsi odur. Və sonra axırda deyirsən ki, midədə kəliməti. Allahın kəlmələrinin sayı qədər. Və burada midət sözü əslində mürəkkəbə deyilir. Yəni, Allahın kəlmələrinin mürəkkəbə yazıldığı say qədər. Niyə? Çünki ayə işarə edir. Hədis. Allah Subhanahu "Qul law kana al-bahru midadan li kalimati rabbi lanafida al-bahru qabla an tanfada kalimati rabbi və law ji'na bimislihi madada." Kəhf surəsində deyir, ey Muhammed sallallahu əleyhi və səlləm, əgər deyir Rəbbimin kəlmələri yazmaq üçün dənizlər mürəkkəb olsaydı və bir o qədər də deyir ona əlavə olunsaydı və deyir Rəbbinin kəlmələri bitmədən dənizin suyu bitərdi. Yəni ki, Allah Subhanahu taala kəlmələrin sonu yoxdur. Və Allahın kəlməsi də məxluq deyil. Allahın zatı və feili sifətlərindəndir. Allah istədiyi vaxt danışır. Ona görə Allahın kəlam sifətini özündən ayırmaq olmaz. Allah Subhanahu kəlam sifəti özündəndir, zatındandır. Və sonra başqa bir ayədə də deyir ki: "Vələv ennema fil ardı min şəcərətin aqlam vel bahru yamudduhu min ba'dihi sab'atu abhurin mə nəfidə kəlimatullah innallah azizun həkim." Əgər deyir, yer üzü bu daha geniş mənalıdır. Əgər yer üzündə olan bütün ağaclar qələm olsaydı və dənizlərə də 7 qat dəniz əlavə olunsaydı. Məsələn, əvvəlsində deyir ki, bütün yer üzündə dənizlər və bir o qədər. İndi deyir ki, 7 qat əlavə olunsaydı, sənin Rəbbinin deyir, kəlmələri bitmədən o dənizdən suyu bitərdi. Və alimlər deyir ki, o demək deyil ki, o dənizlərdən daha çox gətirsən, bitirə bilərsən. Yenə bitirəm. Bu sadəcə insanlar başa düşürsün deyənə Allah Subhanahu onlara ağlı dəlillər çəkir. Və Quranda da belə çoxdur ağlı dəlillər. Ki, insan başa düşsün. Bildiyi, hiss edəcəyi bir şeylərlə Allah onlara misal çəkir. Yəni, Allah Subhanahu kəlamlarının sonu yoxdur. Və bu zikirdə
dediyimiz Subhanallah və bihamdə və xalqi və rədə nəfsi zinət arşi və midəd kəlmədir. Kəlmələrin mənasını bir deyil. Bir. Ki, nə deməkdir? Və bu zikirdə məşhur Cüveyriyə radiyallahu anhənin hədisində gəlib. Cüveyriyə radiyallahu anhə Peyğəmbər s.ə.v zövcələrindən idi. Bir gün o sübh namazından sonra meçiddə oturur, zikr edir. Və Peyğəmbər s.ə.v də durur, zikr ilə gedir otağına və qayıdır. Duha vaxtı qayıdır, görür ki, Cüveyriyə orada oturur. Deyir, sən mən gedəndən burada oturmuşsan? Deyir, hə, mən deyir, o vaxtdan zikr eləyirəm. Peyğəmbər s.ə.v deyir ki, mən deyir, 4 kəlmə dedim, onu 3 dəfə dedim. Sənin deyir, hindiyə qədər oturub elədiyin zikirlərdən deyir, mizana qoyulsa o ağır gələrdi. Və deyir ki, o zikirdə Subhanallah və bihamdi, adada xalqihi, və rədə nəfsi və zinət arşidir. Bunu deyir 3 dəfə dedim. Və alimlər deyir ki, sanki Peyğəmbər s.ə.v ona az zikr eləyib çox savab qazanmağı öyrətdi. Ki, yəni, zikirlərdə də seçmək ki, hansı daha əfsəldir. Hətta bəzi alimlər deyib ki, bəzi rəvayətlərdə gəlib ki, onun Subhanallah və bihamdini hər birinin əvvəlində də təkrarlaya bilərsən. Yəni deyirsən ki, Subhanallah və bihamdi adada xalqi, Subhanallah və bihamdi rıda nəfsi, Subhanallah və bihamdi zinət arşi, Subhanallah və bihamdi midədə kəlməti. Bu qədər ümidvaram ki, yəni bunun mənasını başa düşdük. Allah subhanətə istəyirəm ki, bütün zikirlər, tək bu zikir yox, bütün zikirləri biz eləyəndə qəlbimiz orada iştirak eləsin. Ki, həqiqi savaba nail. Çünki bizim zikr eləməyimiz dilimizin, əzalarımızın tərpənməyi deyil. Bizim zikr eləməyimizdə məqsəd var. Allah subhanətə o zikirlərə bizə ona görə şəriət edib ki, Peyğəmbər s.ə.v ona görə şəriət edib ki, biz naqislikdən sağ kamiliyə gedək və orada qəlbimiz iştirak eləməlidir. Bununla da biz belə Allaha yaxınlaşa biləcəyik. Ona görə burada istəyirəm deyənə Allah faydalansın. Subhanəllah və bihamdikə əşhədu ən la ilahə illə əntə əstəğfiruka və etûbü ilayk.